Salam, hörmətli izləyicilər. Nəzər çatdırır biz Azərbaycan Respublikası Könüllü İctimai İncəsələr İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Qeyd edim ki, mən bu günlərim yəni Göyçay rayonunun Çərkə Xəlti kənd ərazisindəyəm. Burada gəlişimizin məqsədi ondan ibarət ki, bizə buradan vətəndaşlar tərəfindən bildirilir ki, 3 ay yaxındır burada optik internet dirəyinin, yəni avtomobil tərəfindən qırılıb aşması nəticəsində qəza baş vermişdir və hələ də bu günə qədər də həmin elektrik dirəyi yəni dəyişdirilməyibdir. Yəni bu barədə bildirim ki, bu işləri yerinə yetirən Azərlayın şirkəti və Aztelekom şirkətləridir. Yəni mən burada müəyyən soru keçirdim. Hətta burada bəzi nümayəndələr dedilər ki, bu işə Aztelekom baxır. Yəni bu dirəklərin dəyişdirilməsinə bu gündə onlara həvalə edilmişdir. Lakin 3 ay yaxındır ki, bu dirək buradan yəni dəyişdirilməyibdir. Dirək yenə də aşırı vəziyyətdə qalıb, qəzalı vəziyyətdə. Yəni hər hansı bir güclü küləyin olması nəticəsində qırıla bilər. Bu da internet xətlərinə böyük ziyan vura bilər. Mən indi bunu yəni çəkib Aztelekoma yəni müraciət edirəm, xahiş edirəm ki, bu məsələyə ciddi yanaşsınlar, bu dirək dəyişdirilsin. Yəni bu çünki bu dəyişdirilmədikdə daha da o qəzalar baş verəcək, digər dirəklərin aşması səbəb olacaq. Ona görə də mən də bunu çəkib sizə təqdim edirəm. Bəli, adəti qurumlar, xahiş edirəm, baxasınız bu, yəni bax bu gördüyünüz kimi Ucar Göyçay yolunun üstündə yerləşən Çərkə kənd, Xəlti kənd ərazisindən keçən, yəni optik elektrik xəttidir. Bax gördüyünüz kimi, bax bu xətt buradan keçir. Bax bu dirək, gördüyünüz kimi, bax burada avtomobilin 3 ay bundan qabaq vurub aşıtmasının nəticəsində bax belə bir qəzalı vəziyyət almışdır. Göründüyü kimi. Bax bu xətt bu şəkildə gedir irəliyə, yəni kəndlərə gedir. Ona görə də bir daha çox hörmətli adəti qurumlar, bu işlə məşğul olan qurumlar sizə səslənirik buradan. Bir ictimai nümayəndə olaraq biz yerlərdə baxırıq, hər hansı bir negativ hallar baş verdikdə biz onu adəti qurumlara çatdırırıq. Və mən qeyd edeyim ki, burada soruşmuşdum bəzi yoldaşlardan, dedilər bir neçə vaxt bundan qabaq deyilibdir, lakin hələ də bu tədbir görülməyibdir. Amma çox xahiş edirdim ki, mən həm Aztelekom, eləcə Azərlayın şirkətlərindən ki, bu işə ciddi yanaşsınlar. Çünki bura nə qədər dövlət vəsaiti ayrılıbdır, nə qədər pullar xərclənibdir, bunları qoruyub saxlamaq lazımdır. Bugün əlbəttə Azərbaycanın bütün bölgələrində internet şəbəkələri fəaliyyət göstərir, optik. Bu əhalqı sevindirir, çünki bundan yararlanan insanlar, çünki elektronika dövrüdür, texnika dövrüdür. Lakin belə məsələlər olduqda, belə qəzalı vəziyyətlər, buna da ciddi yanaşmaq lazımdır ki, vaxtında tədbir görülsün. Yəni 3 ay bundan qabaq bu qəzalı vəziyyətdə olubsa, indiyə qədər bu tədbir görülməyibsə, bu artıq belə deyək ki, o məsuliyyət həmin adəti qurumların üzərinə düşür bir daha. Düşünürəm ki, bizim bu müraciətdən sonra yəqin ki, Aztelekom bu çəkilişi görər və bu dirəyin dəyişilməsini inşallah tezliklə həyata keçirdər. Diqqəti üçün təşəkkürümü bildirirəm.